Səbət xanım, xoş gəldiniz Yeni İctimai Nəzarət. Xoş gördük Şəfayət müəllim. Mən bildiyim qədərilə sizi Mingəçevirdə kimlərsə hədələyir və qorxu gəlməklə istəyirlər ki, sizin fəaliyyətinizə mane olsunlar. Vaxta nə deyə bilirsiniz? Bəli, çox təəssüf ki, tanımadığım Aram Media adlı bir ictimai fəal adı Murad Rızaoğlu olaraq qeyd olunur. Mənim şəklimi paylaşaraq, mənim şəhid ailəsinə, şəhid ailəsi adından istifadə edərək şəhid ailələrinə güya pul yığıram, şəxsi hesabıma kart hesabımı qoyub, şəxsi hesabımda, WhatsApp kartımda pul qoyub, pul yığıram şəhid ailələrindən, qazilərdən istifadə edirəm və sonradan daha bir paylaşım edərək bildirir ki, güya şəhid ailələri və qazilər ayağa qalxıblar ki, mən güya dövlətə müraciət eləmişəm, icra nümayəndəliyi ilə, oradan mənə evlə təmin edirlər. Şəhid qazi ailələri dura-dura mənə evlə təmin edirlər. Hansı ki, mənim adıma heç bir ev yoxdur. Mənim yaşadığım mülk də mənim anamın mülküdür, mənə yaşama hüququ verir. Sadəcə olaraq mənim ictimai fəal olduğumu görərək çəkilişlər elədiyimi, onları narahat elədi, etdiyim çəkilişlər. Bundan əlaqəli istəyirlər ki, mənə belə şantaj edərlər. Yəni, sizin demənizə görə, siz işte Yeni Bakı İctimai Nəzarət və Nəzarət Birliyinin Mingəçevir sədri olduğunuz üçün və sizin fəal olun adəti yerlərdə haqsızlığı və yoxdur, haqsızlığı çəkdiyiniz üçün sizə qarşı olan bir təxribat. Bəli, mənə qarşı olan bir təxribatdır və bunu da özü bildirir ki, həmən Murad Rızaoğlu ki, mənə tapşırılıbdır. Hansı ki, mən həmən müddətdə şəhid ailəsinin evini çəkmişdim və yeni bir zamanda da şəhid ailəsinə yağış yağan zaman sel bastı. Yenə də bir çəkiliş olunubdur, etmişik. Əlimizdə faktlarla yenə fövqəladə də gəlib akt bağlayıbdır. Yevlax şəhəri üzrə Aran stansiyasında yaşadıqlarına görə qaçqındılar. 92-ci ildən gəlib qaçqın olaraq məskunlaşıblar həmən yerdə. Və antiterror zamanı da evlatları şəhid olubdur. Altayın əskər. Səfərov Gürkanın ailəsi. Müraciət edibdir bizlərə. Bəli, Gürkan. Mənə də müraciət etmiş ki, mən sizdən xahiş etdim ki, gedib çəkəsiniz rəhbər olaraq. Bəli. Siz Mingəçevirin sədrisiz, ancaq müxbir olaraq Nəzarət Birliyinin respublika bütün çəkilişləri siz çəkə bildiyiniz üçün və vəsiqə sizə verildiyi üçün mən sizdən xahiş etdim ki, Bəli, sizə müraciət olunmuşdur və o əsnada da siz mənə dediniz, mən də öz borcumu yerinə yetirərək İctimai Nəzarətin sədri olaraq, jurnalist olaraq gedib çəkib ictimailəşdirmişəm. Mən buradan bir daha elan etmək istəyirəm ki, biz Cənab Prezidentin çağırışına yaranmışıq təşkilatı və hər yerdə bizim sədrlərimiz var. Aidiyyəti üzrə olan şikayətləri yoxdur. Əgər doğru düzgün varsa, həmin çəkilişi biz edirik. Bu da bəzi sıra məmurlarını narahat edir bildiyimə görə və çox güman ki, onların göstərişindən işləyən jurnalistlər də hansı ki, 20-30 manat özlərini gedib məmurlara satırlar, girirlər, nə bileyim mən, harası, hansısa idarəyə rüşvət alırlar, mənfilan veriləncə Allah'ın şükür ki. Bu bizdə yoxdur, bizim İctimai Nəzarətdə. 8-lərə yaxındır bizim təşkilat fəaliyyət göstərir və bir nəfər deyə bilməz ki, kimdənsə biz çəkiliş üçün və yaxud kiminsə şantaj edərək bir mantıqlı olmuşdur. Bunun üçün də mən sizə minnətdarım, yaxşı işlədiyiniz üçün və mən inanıram ki, aidiyyəti qurumlara müraciət edəcəksiniz. Bəli, etmişəm. İndividual çəkilişdəsiniz, şikayət edəmsiz ki, sədəmiz. Mənim imkan vermirlər işləmə. Mən də bu videonu ona görə çəkirəm ki, aidiyyət adamlar bilsin ki, siz Cənab Prezidentin çağırışını yapmış bir təşkilatda rayon sədrisiniz və Cənab Prezidentin siyasi kursunu dəstəkləyirsiniz. Müsəlman xanımsınız, Allah'ın şükür. Tərbiyəniz yerində, əxlaqınız yerində olan bir adamsınız. 2 dənə gözəl gələcəyin əskərini və bir gözəl xanımını böyüdürəm. Əgər olmasanız, mən bir daha yoxlayıb işə götürəm.
mərkəzi. Mən sizi bu boyda vəzifə təyin etməzdim. Bildiyimə görə adresi da var. Bəli, müəlliməyəm. Bütün diplomunuz filanınız bizdə var. Onun üçün bilirəm. Ümumiyyətcə, nə deyə bilərsiniz? Kimə müraciət edirsiniz? Mən ilk öncə sizə təşəkkür edirəm və cənab prezidentə. Biz onun yumruğunun altında birləşmişik. Biz onun bizi təşkil etdiyi ictimai nəzarət olaraq bizlərə qarşı olunan və cənab prezidentin verdiyi sərəncamla hərəkət etməyən, qanunvericiliyə əsasən biz hərəkət edirik. Bir ictimai nəzarətin sədri olaraq da mən harda şəhid ailəsi, qazilərimiz və yaxud da ki, kimlərinsə müraciəti varsa, sevə-sevə onların ərizəsini qəbul edib, təşkilatın sədri olaraq sizlərə müraciət edirlər ərizə formasında və mən də Mingəçevir şəhəri üzrə sədri olaraq gedib, çəkib, ictimailəşdirirəm və lazımi orqanlara öz çəkilişimizi veririk ki, yəni bu haqda təlimat görünsün. Və çox təəssüf ki, 102-yə müraciət eləmişəm, prokurorluğa müraciət eləmişəm və artıq bu insan mənə ləkə vuraraq, şərəf və ləyaqətimi alçaldaraq, artıq o insan mənim fəaliyyətimin başqa yönə yönəldərək, mənim hansısa dini radialik bir hansısa bir dinə qulluq edirəm. Artıq məni alçatmaq üzrədir. Mən istəyirəm ki, Daxili İşlər Nazirliyinə müraciət edirəm ki, mənə araşdırsınlar. Mənim əlimdə sübutlar var, mənim adıma heç bir ev yoxdur. İcra nümayəndəliyinə müraciət eləmişəm. Üzrlü sayın, ev olsa belə, yəni siz Azərbaycan vətəndaşı deyilsiniz, sizin eviniz ola bilməz mi? Ola bilər. Sizə dövlət ev verə bilməz mi? Verə bilər, amma şəxsən həmən şəxs bildirir ki, mən şəhid ailələrinin haqqına girərək, şəhid adından istifadə eləyərək, mən güya dövlətdən bu evi almışam, amma şəhid ailəsi o evi ala bilmir. O adamın müraciəti belədir. Onun paylaşımları belədir, çox açıq surətdə mənim adımı, mənim şəklimi, mənim hesab nömrəmi hər yerdə paylaşaraq, Facebook, Instagram, TikTok vasitəsilə çox təəssüf ki, polisin də çağırışına məhəl qoymur, onlara heç bir məhəl qoymur. Tapa bilirsiniz, gedin tapın deyir məni, xarici nömrə ilə hərəkət edir. Hansı mediadır, hansı media işçisidir, heç bir yerdə də mediatı yoxdur. Mən xahiş edirəm ki, Daxili İşlər Nazirliyi bu insan haqqında bir araşdırma aparsınlar və bir tədbir görülsün. Deməli, hər vəzifə çalışır ki, sizi aşağılasın, sizi ləkələsin. Çünki siz cənab prezidentin ətrafında birləşən sədrlərdən birisiniz, yəni Mingəçevir üzrə sədrsiniz. Bunu bilə-bilə də istəyir ki, belə deyək də, cənab prezidentin ətrafını təmizləsin. Və bir şeyi də bildirmək istəyirəm ki, cənab prezident bu yumruğu havayı göstərmir və hər zamanda biz o yumruğun arxasındayıq. Bir dövlət olaraq və onun təşkil elədiyi ictimai nəzarət olaraq da hər zaman cənab prezidentə gizlədilən nəylərisə biz çatdırmağa çalışırıq. Çox sağ olun gəldiyiniz üçün. Mən təşəkkür ederim. Daxili İşlər Nazirliyinin baş prokuroru və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm ki, araşdırılsın və bir xanıma, bir müsəlman xanıma atılan iftiralar, əgər doğrudan da xanım elədirsə, xanım cəzalansın. Yox, əgər jurnalist, mən bildiyim üçün, buna görə deyirəm ki, siz həmişə neçə ildir bizimlə qeyd işləyirsiniz, sizdə bir mənşəsən, bir pis bir hərəkət, dövlətə qarşı bir hərəkət görmədiniz. Mən dövlətimi sevirəm. Bir daha buradan müraciət edirəm, həmin insan tapılsın və xanımın şərəf və ləyaqətini alçatdığı üçün cəzalandırılsın. Biz Yeni Bakı İctimai Nəzarət Təşkilatının baş ofisində çox sağ olun, gəldiniz və bizə dinlədiniz.